Həyata bir dəfə gəliriksə, onları da düşünüb arada belə sürprizlər eləməliyik. Belə masaları həyat yoldaşlarınız üçün mütləq eləyin sizdə. Yağlı kağıza əvvəlcə planın eskizini çəkirəm. Ardıca turşuları, göbələk və asparagus marinadlarını yerləşdirirəm. Qara çörəksiz olmaz əlbəttə. Palitra vermək üçün yaşıl soğan, qırmızı turpu da unutmuram. Qəhrəmanlardan biri də bu gözəl Krım soğanıdır. Bal kimi idi. İri salaka, inanılmaz dadlı idi. Hamımızın sevimlisi skumbriya, qarboşa, əti qırmızı, dadı əla idi. Kambala, ətrinə görə heç bəyənmədim. Okun, okean xanısı, adi qızartmasını da çox sevirəm. Paltus, onun ürəyi getdi bu balığa, mənsə ac qalaram yemərəm. Keçək yağda marina dolmuşlara. Məşhur siyənək və qarboşaları bir qaba yığıram. Balıq fileləri, tuna, rənginə heyran qaldım. Eskolar, bunu da bəyəndim. Qırmızı balıqla üçünü bir qabda yığıram. Qara, qırmızı və mintay kürüsünü də buzun içərisində servis edirəm. Etiraf edək ki, belə slavyan dəsti xətti ilə olan masaları çoxumuz sevirik. Vacib deyil bu qədər çox çeşid olsun. Siz də dostlarınız, əzizləriniz üçün belə hazırlaya bilərsiniz. İndi deyin görün, bəyəndiniz bu masamı?